Hirslisən, evə gəlmirsən. Dilxorsan, indi işdə istəndiriblər, maaşı vermirlər, o yan bu yan. Uşaq o moment qaçır qaba, uşaq maaş bilmir ki. Uşaq o moment qaçır qaba, o sevgi ilə, məhəbbətlə, duyğu ilə sən bunu soyuq qarşılayırsan. Əvvəla keç otur. Uşaq da yazıq sınıqdır. Üstdən 5 dəqiqəcə zəng gəlir, maaş veriləcəksə o gəlib götürəsən, halı dəyişdir. Ay bala, ya görəm bura, mən bilsən sənə qədər çox istəyirəm, başlayın özündən öpməyə, bu üzündən öpməyə. O birinci öpməyə hara, bu ikinci öpməyə hara. O anında tələb olunan idi, o uşaq qaçmışdı üstüvə, onu oradan üzündən öpə bilsəydin, o bir dənə sadə, bir dənə o əməl üçün nəfsünlə də mübarizə olub, halın o hal deyildi, anında eləmirsən, o səni çox qaldıracaq Allahın dərgahına. Adam sonra ki, biraz belə halı dəyişir, ondan sonra çox rahat olur, o da bir şey verəcəklər, demirəm ki, verməyəcəklər, amma o deyil. İstədim bunu deyim ki, anında tələblər var, onu doğrulda bilirsiniz.